Hansı məsələlər üzərində xüsusilə dayanıldı və yaxud da nə ilənsə bağlı bir razılaşmaya gəlindimi və yaxud da gələcəkdə nə vaxtsa bu məsələ ətrafında danışa biləcəyi və görüş olacaq kimi bir məsələ müzakirə olundu? Razılaşmanın biri o idi ki, mövzular barədə çox açıqlama verməyək. Hər iki tərəf, xüsusilə erməni cəmiyyətində bax bu cür kontaktlar hələ çox həssas qarşılanır. Çünki bizim imkanımız var ki, həm Azərbaycan, həm də erməni mediasının, ictimaiyyətinin fikirlərini müqayisə edək. Məsələn, mən Azərbaycana artıq bir neçə saatdır gəlmişəm və xeyli sayda jurnalist mənə müraciət eləyib. Xeyli insan mənim bu səfərimi böyük bir coşğu ilə qeyd eləyir. Yəni, mən Azərbaycandakı münasibəti hiss eləyə bilirəm və burada müsbət tonları, müsbət çalarları çox yaxşı duyuram. Erməni cəmiyyətində biraz məsələlər fərqlidir. Ona görə də xüsusilə bax bu prosesi çox riskə salmamaq üçün və qarşı tərəfin həssas məqamlarını nəzərə almaqdan ötürü biz müəyyən bir çərçivəyə razılaşdıq ki, ictimaiyyətə məlumatları müəyyən dozalarla verək və ya hansısa demək, layihələr, ideyalar müəyyən bir fazaya gəlib çatmamış, qabaqcadan onlar haqqında hər hansı bir informasiyalar ötürmək. Çünki bilirsiniz, gözlənti yaradırsan, sonra o gözlənti reallaşmayanda bu başqa cür qavranılır.